Və budur. Montenegro gəzintimiz bitdi. Hal-hazırda səhər saat 8-ə işləyib. Hazırlaşırıq, gedək Tivat aeroportuna. Yoldaşım dedi ki, dincəlməyimiz, istirahətimiz çox az oldu. Gəl buradan çıxaq, gedək İstanbula. İndi də yollanırıq İstanbula, Türkiyəyə. Oradan da sizə qəşəng maraqlı vloqlar çəkəcəm. Yuxuluyam, gözlərim yumulur. Amma neyiniyək, yola düşməliyik. İstanbuldayıq. Mənim videoma baxın. Saçımı düzəldirəm, yenə dağılır. Saçımı düzəldirəm, yenə dağılır. Çünki İstanbul gözlədiyimiz kimi olmadı, soyuqdur. Necə soyuq? Montenegro bəlkə havasına biz öyrəşmişik, istidir ora. Birdən bura gəldik, bura küləkdir. Axşamlar həqiqətən soyuq olur. Yəni şəxsən Jasmini mən uzun qol, belə sportivka geyindirmişəm, amma naskisini mən Bakıya göndərdim. Bizim dostlarımız Bakıya qayıtdılar. Onlarla da göndərdim naskiyə. Dedim əşiyaydı da, naskini özümdən götürmüşəm. 4 dənə naski götürmüşdüm. İndi naskisi olmadığı üçün dedim bir dənə uşaqdır da, yatıb durub özü yuxudan soyuq olar deyənə girdim Migros'a naski axtarmağa. Heç naski türk dilində nədir bilmirəm. Görürsən, burada olar yəni naski. Buradakı otelimiz çox qəşəngdir. Gəldik, düşdük, düzünü desə çox yorğun idik, yəni yatdıq biraz. Yemək yedik, yatdıq. Enerjili durdum ki, sizin üçün çəkim. Əslində burada olar, burada paltarlar var. Deyəm. Bir dənə yoldaşıma naski götürüm. Özüm istəmirəm. Bax, naski yoxdur bunlarda. Burada penti də satılır. Migros'da hər şey var, gördüyünüz kimi. Mənim yoldaşım ağ naski geyinir. Burada da ağ yoxdur. Bəlkə belə bir şey götürüm. Robert 2-də bunun ölçüsü neçədir ki? 40-45 deyək, bunu geyinər. Göyün də uzaqbaşı mən geyinərəm. Uşağı da götürməliyim əslində. Görən uşağı var burada. Heç kimin qiymətinə baxmadım. Burada yəqin ki, uşaq üçün deyəsən yoxdur. Buradan götürdüm, 60 TL. 130-dan 60-a düşüb. Çocuklar, uşaq üçün yoxdur burada. Necə inəyim? Mənə əsas uşaq lazımdır axı. Bu tərəfə də baxın, bəlkə burada olur. Pampers falan var. Pampersi tutarsa almaq olar. Türk dilim mənim çox bərbad deyil, yoxsa Türk dilində danışıb normal soruşardım. Kimdən soruşum? İşçilər var burada görəsən. Çok üzür istiyorum. Çocuk için çorap var mı? Hayır, çoraplar hepsi orada. Çocuk için var? Çocuk yok. Yok. Tamam, teşekkürler. Uşaq için yoxdur. Çocuk için, çocuk için çorap var. Ne bir yox, onu götürüm. Bir dənə bu 60 TL olmalıdır. Türkiye çok bahadır. Həqiqətən bahadır. Bayaq oturduq, bir iki dənə yemək yedik. Bizim pulundan 100 manatdan çox pul verdik. Kasaya girelim. Ben bir tane bunu alabilir miyim? Çok özür istiyorum. Yani hemen olmasa da geçiyor yani. İndirin, üyeliğinizi oradan devam ettirin. Money kart alabilir miyim? Var mı money kart? 130 lira. $130? 130 lira. Özür. Efendim. He? Yani ne istiyorsanız onu alın. Fark etmez ya, siz annemin ben tedap edeyim. 11 Все? Все? İndirime düşmedi. Niye? Çünkü Migros indirim kartım yoktu. Migros indirim kartım olsaydı 60 TL'ye alırdım. Benimkiler oradadır. Benimkiler değil orada. Benimkiler değil orada. Taksini tutup gözlüğüyle. Hop. Uşaq üçün yoxdur. Böyük üçün aldım. Benimkine bak. Dəliliyi tutup. Bu da paraya mı gördürəm? Kolumdakı kamplardan bir. Taksidən düşdük, gəldik, çatdıq Taksimə. Deməli, taksidə bir dənə qəşəng maraqlı bir məqam oldu. Jasmin asqırdı biz düşən momentdə.
Kişi də yaşlı kişi idi də, belədir. Nə çox yaşa koçum benim. Ha, bunu görən hamı elə bilir ki, oğlandır. Demişik ki, mesela oğlan deyil də, qızdır da. Deyir, necə yani? Deyir, oğlana oxşuyur. Düşənə qədər koçum benim, iyi bakın, koçum benim, koçum benim. Yəni, çox qəşəng oldu. Yəni, Montenegro'da da kim görürdüsə elə bilirdi, oğlandır. Küləyi görsünüz necə güclüdür. Burası soyuqdur. Hava neçə dərəcə olar? Bayaq 25 idi, indi də elə. İndi düşər uca. 22 falan olar, 21-22 olar. 42-dən 40, bu gün 43 idi Montenegro'da. Montenegro'da bugün çox isti idi. Dünən də çox isti idi yadında. Dünən biz shoppinga çıxmışdıq Montenegro'da. Çox isti idi. Bugün də səhər çıxanda yəni bişirdik də. Taksim. Bu metroda, Taksim metrosu. Türkiyənin, İstanbulun gecələri gözəl olur həqiqətən. Bir ayrı canlılıq olur buralarda. Rəsmini konkret qorxumuzdan bürümüşük ki, buradan soyuq olar. Yazıq uşaq heç Bakıda belə bürünməyib. İstidən birdən riski soyuğa düşüb də, baxmadan uşaqdır. Koçum benim. Koçum benim hansı serialdaydı? Hə. Sənin uşaqlıq serialına. Koçum benim. Küləyi görürsünüz. Babat küləyi var. Burada nə qədər ərəb var, burada nə qədər Pakistanlı var. Elə bir Azərbaycana qayıtmışıq, inanırsan. Çoxdur. Simit saray. Kakan burada oturmuştu. Bana? Ha. Adamlar sattı. Deyib bagaj. Biz yəqin ki, uşaqlar gedəndə bir dənə bagaj almalı olacaq. Çünki veşlərimiz yerləşmir. İstanbulda bu küçənin, buranın ab-havası başqadır, həqiqətən. Ləzzət edir. Biraz sanki elə bir bulvardır, nəyə görə? Çünki ərəblər dəhşət çoxdur. Bizdə də bulvarda çıxanda ərəblər çox olur. Çox basırıqdır. Amma qəşəngdir. Amma yenə deyirəm, çox soyuq. Üşüyürəm. Bəlkə də hə, biz üşüyürük. Yəni, insanlar heç vecinə deyil. LCY2-yə görə uşağa tapçıqa nə idi? Naski götürün. Ciddən çox soyuqdur. Köməyin. Uşaq atbeli. Rəsminə bunları götürdüm. Uzunqol köynək, yufqa, bir də belə sportivni, bir də naski. Tokolov. Haydi bakalım. Acıp sen kızım. Hər yerdə kahvaltıları var bunların, hər yerdə. Məsələn, Budvada bax, o pis idi də, yəni. Onlarda zavtrak yoxdur da, zavtrak mədəniyyəti yoxdur. Amma bu Türkiyənin bu şeyi yaxşıdır. Donuz ətini məsələn. Hə, bekon yeyirlər, donuz əti yeyirlər. Düzdür, biz də yeyirik, evdə alıb özümüz yeyirik. Amma daha hər gündə yoxdur. Mən Türk kafesi içərəm. Şirin bir şeycək də. San Sebastian. San Sebastian denənə. Aa, yox. Sən San Sebastian yersən, hə? Hadi bir dənə sayısı, sonra üstündən mən fazla tutacağım, sonra gidelim. Bəlkə bundan yeyin də, hava içdirin baklava. Ama sen çayla içeceğim ha. Bura. Burada. Oh. Qəşəng. Çok acılı değil. Tamam. Sen içemezsin.
İstanbul'da artıq ikinci günümüzdür. Çatdı. Ya bu da çatdı. Səhər yuxudan oyana bilmirdim. Azər məni güclə. Narahat olma. Düşə bilər. Problem deyil. Səhər Azər məni güclə oyandırdı ki, Türkiyədə yemək yeyək. Yəni heç oyanmaq istəmirdim və o qədər rahat yatmışdım həm də. Həm neçə gün yorğunluğu var canımda. Bitər durdum da, saçımı ukatka falan da eləməmişəm. İndi gedək səhər yeməyimizi yeyək. Sonra tezdən qayıdarıq otağa. Hazırlaşıb edib çıxarıq, gəzərik. Bugün bizim shopping günümüzdür Azər. Bugün bizim shopping günümüzdür. Burada çox qəşəng bir dənə mall var, Yekə Mall, Cəvahir. Ora gedəcəyik. Otelimizi göstərim. Bu çox qəşəng oteldir. Azə bax, bu da Slavyanska kimi. İçində salonu zadı. Merhaba. Ha? Ha? Işıqlı tərəfə gedər də, o tərəfə gedər. Adamlar çəkmir. Adamlar çəkmir. One thing I have with Wicked Eye, we can do it. Okeydir. Çox qaranlığa gedirsən, hə? Ya, ışıqlığa deyirəm gedək də, ışıqlıqda oturaq. Deyək gedək orada oturaq. Deyək o dibdə oturaq. Sən ged. Git gəlin. Bu da götürdüklərim. Belə səhər yemək üçün çox darıxmışdım. Çünki Montenegroda onların ağız dadına uyğun idi başlanım. Demək olar ki, səhər yeməyi orada çox yemirdim. İlk gün yemişdim, sonra ancaq meyvə yedim. Bir də pendir. Bunlar da bizim sigara böreği, hot dog falan belə də ağız dadımıza uyğun. Türkiye'de bugün sonuncu günümüzdür. Sabah artık qaydırıq canım Azərbaycanıma. Şimdi gelmişik Beşiktaş'a. Əslində güya səhər yeməyinə bura gəlmək istəyirdik. Burada kahvaltılar sokağı var. Biz Azərlə həmişə gələndə bura gəlirik. Ancaq elə bir ki səhər yeməyi verilirdi həmin küçədə. Amma o qədər yorğun olmuşduq ki dünənləri. Axşam biraz rəsmi ilə narahat yatmışdı. Tez-tez oyandı, elədi. Səhər gec durduq, yəni çatdırmadıq. İndi də oturub yəni kahvaltı edə bilərək, amma onun dadını yaşamayacaqsın da. Bir var səhər yeyərsən, bir də o gün orta kahvaltı yeyərsən. Dedik gələk Beşiktaşın içində buralarda bu küçənin özü ancaq restorandır da hər cür. Həm kofe yeri, həm yemək yeri, yəni bildiyiniz hər şey var. Burada bir yerdə oturub bir şeylər yemək olar. Nə yeyər yazın? Nə kimi bir şey istəyirsən? Mən əslində məsələn dünənləri ancaq istəyirdim ki belə restoran falan tipli bir yerlərdə oturum. Bugün ama sırf ancaq türklərin özlərinə aid belə olur köşələri zadı, lavkalarında elə bir şey yemək istəyirəm. Bunların bazarları da çarşı deyirlər. Görürsünüz meyvə, balıq, ət, belə şeylər satılır burada. Meyvələrini görürsünüz. Gəzmişik səni. Al. Ümid yemək istəyirsən, hə? Ocqanı qusarım. Kokoreç istəmirsən?
Mən ümid edirəm ki, Kahvaltının üçün mənası yoxdur. Verəcəkləri kalbasa səskə zad olacaq. Doymayacaq. Buralarda oturaq deyirsən? Nerede oturaq? Bura bunların o dediyim kahvaltı sokağıdır. Burada hamı gəlir səhər yeməyini yeməyə. Bizdə də belə bir küçə olsaydı çox qəşəng olardı, maraqlı olardı. Nerede oturaq? Qaydan da orada gəlir. Nereye? Havası bırak. Hayır. İndi gələk bura... Amma keçən il mənim yadımda qalmışdı ki, çox yekə idi o küçə. Ancaq bura değildi. Ha. Oturaq da. Hanımefendi burası. Ya, bakayım. Ben size kahve ikram edeyim. Teşekkürler. Türk kahvesi. Ben Nutellalı bir şey ve sıcak simit. Güya mən Azərə deyirdim ki, səhər yemək istəmirəm. Bura bu havasını gördüm, yeməyini gördüm, qala bilmədim. İndi getirirlər ha, kısayt hələ bu şeydir. İndi getirəcəklər, bu getirdikləri menyu 800 TL'lik. Və biz əlavə də bir dənə karışıq yumurta, sucuklu şeydə sifariş verəcək. Al. Heç qoyaram sən qalasan. Mənim yukam yox. Yoxdur? Yox. Canım, ana bir qala olsun. Və sən? Yarım götürəm. Şirin elədin. Mən də istəyirəm. Başını batırsan da. Hə. Amma burada gedək fırana. Bir mən nəsə şalvarda zıtdan alaram ki, şəkil çəkdirməyə də normal. Buralarda şəkil çəkdirərik rəsmindən. Şey yiyək. Oralarda bu tip yer olsa pide-mide deyək. Nə baxmazdım. Mən Montenegro'da arıqladım, burada kökərdim. Montenegro'da əslində buradakindən çox yiyirdim. Amma orada elə böyük ki, balacalaşmışdım. Burada gəldim, elə bir şişdim. Əslində burada, bu yuxarılarda falan evin olmağını istəyərdim. Çox səs görüyürdü. Amma belə yerləri mən sevirəm. Bax bu 800 TL'dir. 800 TL bizim pulda nə qədər eləyir? Çox edir. Çox eləyir, nə qədər eləyir? 30 neçə var? Bir dənə də qarışıq şey sifariş vermişik.